Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə ol. 3 və 4 iyul 2026-cı il üçün Azərbaycan hava proqnozu salam. Dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu buraxılışda sizə 3 və 4 iyul tarixlərində Azərbaycanda gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edəcəyik. Əgər hava haqqında operativ məlumatları izləməyi sevirsinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına əsasən 3 və 4 iyul tarixlərində ölkə ərazisinin böyük hissəsində yay fəslinə uyğun isti hava şəraitinin üstünlüyü təşkil edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Bakı və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənə bilər. Havanın temperaturunun gecə saatlarında təxminən 20-23 dərəcə, gündüz isə 29-33 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin dağlıq və dağətəyi ərazilərdə günün ikinci yarısında qısa müddətli yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yüksək dağlıq ərazilərdə dolu düşməsi də istisna edilir. Mülayim qərb küləyi əsəcək. Bəzi rayonlarda isə küləyin arabir güclənməsi mümkündür. Aran rayonlarında temperatur gecə 19-24 dərəcə, gündüz isə 31-36 dərəcə isti arasında dəyişəcək. Dağlıq rayonlarda gecə 10-15 dərəcə, gündüz isə 20-27 dərəcə isti müşahidə olunacaq. Naxçıvan Muxtar Respublikasında isə hava daha isti keçəcək və bəzi ərazilərdə temperaturun 38 dərəcəyə yaxınlaşacağı gözlənilir. Sürücülərə tövsiyə olunur ki, səhər saatlarında duman müşahidə edilən dağı yollarında ehtiyatlı olsunlar. Gün orta saatlarında isə günəş şüalarının daha intensiv olması səbəbindən açıq havada uzun müddət qalarkən qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər su qəbul etmək və xüsusilə uşaqları, yaşlıları isti havadan qorumaq məsləhətdir. Xəzər dənizində istirahət etməyi planlaşdıranlar üçün də hava ümumilikdə əlverişli olacaq. Lakin küləyin gücləndiyi saatlarda dənizə çıxarkən təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Bir daha xatırladaq ki, lokal hava dəyişiklikləri bəzi rayonlarda fərqlənə bilər. Buna görə də rəsmi hava xəbərdarlıqlarını izləməyiniz tövsiyə olunur. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Yeni hava proqnozları, vacib xəbərlər və faydalı məlumatlar üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və bildiriş zəngini aktiv etməyi unutmayın. Sağ olun. Növbəti videolarda görüşənədək